Ağdam Sənaye Parkı ölkənin ən iri sənaye zonalarından biri olmaqla yanaşı, regionun iqtisadi inkişafına mühüm töhfə verir. Bugünə qədər park ərazisinə sahibkarlar tərəfindən 149,7 milyon manat investisiya yatırılıb. İşə qəbul zamanı əsas üstünlük Ağdam və ətraf rayonlardan olan əhaliyə verilir ki, bu da bölgədə məşğulluğun artmasına əhəmiyyətli təsir göstərir. Burada istehsal olunan məhsullar həm daxili bazarda satılır, həm də ixrac olunur. Bizim zavodumuz, şirkətimiz dəmir yol avadanlıqların istehsalı ilə məşğuldur. Daha dəqiq desək, avtomatika və telemexanika sistemlərinin istehsalı ilə məşğuldur. Bu məhsullar imkan verir ki, biz öz dəmir yol infrastrukturumuzu daha müasir standartlara cavab verən, daha təhlükəsizliyi təmin edən bir infrastruktur yaradaq. Deyərdim ki, regionda ilk belə bir müəssisədir ki, dəmir yolu avadanlıqlarının istehsalı ilə məşğuldur. Bu eyni zamanda ölkəmizin də deməli iqtisadi tarixində ilk belə bir müəssisədir. Bizim müəssisədə 30-dan çox işçi var və onların böyük əksəriyyəti Ağdamın keçmiş məcburi köçkünlərdir. Hal-hazırda onlar da bizdə daimi işlə təmin olunublar və artıq 2 ilə yaxındır ki, çalışırlar və belə deyim də çox şaddılar. Həm öz vətənlərində, həm doğulub boya başa çatdıqları Ağdamda işləyirlər. Eyni zamanda da belə deyim, müəssisəmizin fəaliyyətində öz bilik və bacarıqlarını artırılması ilə göstərirlər. İşçilərimiz həm zavod daxilində deməli yaşayışla təmin olunublar, onların qalmaq, gündə 3 dəfə qidalanması və digər sosial ehtiyacları təmin olunur. Bundan əlavə də Ağdamın özündə yaşayan işçilərimiz də var ki, hər günləri evlərinə axşam gedirlər, səhər də işlərinə gəlir belə. Müəssisəmizdə ümumilikdə 50-yə yaxın işçi çalışır. Bizim seximizdə hal-hazırda yığım sexində, mikroprosesor avadanlıqların yığım sexində 12-13 nəfər adam çalışır. Fəaliyyətimiz də ondan ibarətdir ki, dəmir yolunun avtomatik idarə olunması avadanlıqlarını burada yığırıq. Mikroprosesor ən müasir avadanlıqlardır. Bizim bu yığdığımız avadanlıqların sayəsində dəmir yolunda hərəkətliliyi, mobilliyi daha da artırır və təhlükəsizliyə xidmət edir. Ümumi Sənaye Parkında bir çox fabriklər var. Yəni qonşuluqda elektrik avadanlıqlarının yığım fabriki var, aboy sexi var, ayaqqabı sexi var, beton sexi var. Yəni müasir burada tikilən bütün o tikinti sahələrinə xidmət edən müasir infrastrukturlu obyektlər var. Qeyd edək ki, Ağdam Sənaye Parkında layihə dəyəri 321,93 milyon manatdan çox olan 31 müəssisə rezident, 5 müəssisə isə qeyri-rezident kimi qeydiyyata alınıb. Layihələr üzrə yaradılacaq iş yerlərinin sayı 2596 nəfərdir. Bu layihələr üzrə 162,12 milyon manatdan çox investisiya yatırılıb və 1000-dən çox iş yeri yaradılıb. Anar Şuşalı, Məryəm Bababəyli, NTV Xəbər, Ağdam.